Qızınızı, oğlunuzu incidir, yəni anam da nə desin. Yəni. Nə qədər zərbə almışam, o maraqlı olmur. Yəni bu idman növü tək kişilər üçün deyil, həm də bizim üçündür. Həm də sən udar vurursan, o da səni yorur. Göy forma mənim üçün çox uğurludur. Demək olar ki, bütün qələbələrimi göy forma ilə qazanmışam. Qırmızı formanı da seçmişəm. Mənim üçün ən əhəmiyyətli qələbəm dünya çempionatında olan erməni üzərindəki qələbəm idi. Adi döyüş deyil idi mənim üçün, yəni sanki vətən üçün olan bir döyüş idi. Fikirləşəndə ki, mən himnim səslənəcək, bayrağım yüksələcək, artıq nə qədər zərbə almışam, o maraqlı olmur. Bəcər uşaq olmuşam, yəni valideynlərimə böyük əziyyət vermişəm. Həmişə, yəni oğlan uşaqları ilə oynayırdım küçədə, nə bilim. Dəfələrlə olub ki, oğlan uşağın valideyni gəlib ki, bəs qızınızı, oğlunuzu incidir, yəni anam da nə desin, yəni qızdır da. Neyə bilər ki, oğlana? Deyənlər var ki, sən ringdə tamam başqa cürsən, məsələn, qıraqda başqa cürsən. Ailəm bəli boksa getməyimi istəmirdi ilk öncə. O da yəni özümə görə qızam, əzlərəm, burnum əzlər, zədə alaram deyə qılınc oynatmaya qoydular. Ailədə var idi qılınc oynatmaya gedən. Getdim 2 dəfə ölkə çempionu olum, yenə də davam eləmək istəmədim. Mike Tyson'ın əsas mənim marağım başladı yaranmağa. Onun döyüş stilini, xarakterini çox sevirəm. Özüm heç elə döyüşməsəm də, benim kumirimdir. Bu idman növü tək kişilər üçün deyil, həm də bizim üçündür. Yanmadan döyüşürdü, yəni 9 dəqiqə, 3 dəqiqə üstəlik yanmadan. Həm sən vururlar, həm o yorur, həm də sən udar vurursan, o da səni yorur. Əslində Taylandda çox yaxınlaşmışdım Olimpiyadada iştirak eləməyə, Olimpiya lisenziyasına. Amma qismət olmadı, inşallah Los Angeles'də. Rəqiblə üz-üzə gələndə istəyirəm ki, onun göz təması qurum, həmişə rəqibimlə göz təması qururam. Orada həm də döyüşün yazı bəlli olur.